Bu hafta biz böyle bir haberden, ya haber eşitliği ki bir şirket bağlandı. Buna göre de birçok şirket de ödeşten alabilmedi vesaire. Yine Kamil'in sözüne göre yani o KPCI basis o büyük faktörlerden biridir. Mesela anlayabilirim ki yani bu şirketle işlesek bu cür tehlikeyle karşı karşıya kalabiliriz. Yani çünkü kim bilebilir ki bu kadar büyük bir ciddi teşkilat kurun bir gün içinde bağlayabilir. Deməli, bunun üçün hal-hazırda regulator var, Mərkəzi Bank. Onlar həmən təşkilatları yoxlayır və yavaş-yavaş bazarı şəffaflaşdırır. Əgər misal üçün bundan qabaq şirkətlər istədiyi şeyləri eləyirlərsə və onları heç kim yoxlamırdı, misal üçün vergi hesabatını yoxlayırdılar. Amma sırf ödəniş təşkilatına, ödəniş fəaliyyətinə aid olan məsələlər yoxlanılmırdı. İndi artıq Mərkəzi Bank yavaş-yavaş bütün şirkətləri yoxlayır. Harda boşluqları görür, onları yavaş-yavaş aradan qaldırır və sırf bu son zamanlar eşitdiyimiz xəbərlər sırf onunla bağlıdır və bu proses istər-istəməz 1 il, 1 il yarım, 2 il gedəcək ki, o vaxta qədər bütün şirkətlər ki, yoxlanışdan keçəcək və yoxlanışdan sonra artıq bunlar hamısı təmizlənəcək ya da ki, bağlanacaq. Ondan sonra biz daha rahat olacaq, amma indi keçid dövrüdür deyə daha çox bazarda olan rəylər, referenslər, yəni məlumat, şəxsi tanışlıq sırf araşdırma hesabında bilmək olar ki, buraya etibar eləmək olar, yoxsa yox. Yəni bizə dəqiq etibar eləmək olar. Yəni böyük şirkətlər bizə görürsə etibar eləyir. Biz həmişə çalışmışıq ki, bütün bu çirkli məsələlərdən uzaq olaq. Bizim bütün high risk müştəri bizdə ümumiyyətlə yoxdur. High risk odur ki, yəni yüksək riskli müştəricilər, hansı ki, bettingdir, dərman satışlarıdır, harda ki, çirkin pulların yuyulması ehtimalı var. Biz məsəl üçün orada ümumiyyətlə fəaliyyət göstərmirik. Hamıya da bu barədə deyirik, çoxlu sorğular gəlir, deyirik ki, yox, bizdə deyil. Biz ancaq low risk istiqamətdə çalışırıq.